Yaşıl Media İran Dövlət Televiziyasına istinadən xəbər verir ki, Prezident Məsud Pezeşkiyan İsrailə məxsus pilotsuz uçuş aparatları və mikrotəyyarələrin Azərbaycan ərazisindən İran hava məkanına daxil olması ilə bağlı yayılan məlumatların ciddi şəkildə araşdırılmasını tələb edib. Prezident Pezeşkiyan bu fikirləri cümə axşamı günü Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı səsləndirib. Söhbət zamanı Pezeşkiyan bildirib ki, İran heç vaxt müharibəyə başlayan tərəf olmayıb və əlavə edib ki, İsrail rejimi İranı, o cümlədən nüvə obyektlərini hədəf alaraq beynəlxalq hüququ pozub və bu, bəşəriyyətə qarşı cinayətdir. O, hücumlar nəticəsində mülki insanların həlak olduğunu və hərbi obyekt olmayan ərazilərin bombalandığını vurğulayaraq, Birləşmiş Millətlər Təşkilatının İsrail rejiminin bu hücumlarını pisləməməsini tənqid edib. Pezeşkiyan qeyd edib ki, hücumlar diplomatik danışıqların davam etdiyi vaxtda baş verib və ABŞ rəsmiləri İsrailin onların razılığı olmadan hərəkət etməyəcəyini bildirsələr də, 6-cı raunddan əvvəl hücum baş verib və nəticədə danışıqlar prosesi dayanıb. O, həmçinin ABŞ-ın ikili standartlar siyasətini tənqid edib və bildirib ki, münaqişənin 8-ci günündə ABŞ İranın nüvə obyektlərini bombalayıb. Pezeşkiyan bu hadisədən sonra İranın Qətərdəki ABŞ bazasına zərbə endirməyə məcbur qaldığını bildirib. O qeyd edib ki, bu məsələyə aydınlıq gətirmək üçün Qətər əmri ilə əlaqə saxlayıb və əməliyyatın yalnız ABŞ obyektinə yönəldiyini, dost və qonşu ölkələrin suverenliyini pozmaq məqsədi daşımadığını çatdırıb. Pezeşkiyan İranla bölgədə sülhsevər və hörmətə əsaslanan münasibətləri dəstəklədiyini bir daha vurğulayaraq, ölkəsinin sabitlik və qonşuların ərazi bütövlüyünə hörmət prinsiplərinə sadiq olduğunu bildirib. O, həmçinin İranla Azərbaycan arasında əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini söyləyib. Azərbaycan İran əleyhinə hava məkanından istifadə olunmasına imkan verməyib. Cavab olaraq, Prezident Əliyev İsrailin hücumları və nəticədə baş verən mülki itkilərlə bağlı təəssüfünü ifadə edib. O, atəşkəsi alqışlayıb və Azərbaycanın İranın suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini bir daha vurğulayıb. Azərbaycan hava məkanının İsrail pilotsuz təyyarələri tərəfindən İran əleyhinə istifadə olunması ilə bağlı yayılan məlumatları rədd edən Prezident Əliyev bildirib ki, hökuməti ölkənin hava məkanı üzərində tam nəzarətə malikdir və bu məkanın İran əleyhinə istifadəsinə heç vaxt icazə verilməyəcək. O, həmçinin İranla iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib və Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi ilə bağlı yaxında keçiriləcək 3 tərəfli görüş üçün İran nümayəndə heyətinin Bakıya göndərilməsini təklif edib. Prezident Əliyev həmçinin İranlı həmkarını Azərbaycanda keçiriləcək növbəti iqtisadi əməkdaşlığı samitinə dəvət edib. Ən son yeniliklərdən xəbər tutmaq üçün kanalımıza abunə olub, bildirişləri açmağı unutmayın.